Salam dostlar, bugünkü dərsimizdə mən ümumiyyətlə Javadan danışmaq istəyirdim. Daxil olan modullardan, kompüterlərdən. Çünki növbəti dərsimiz simul dilindən olacaq. Orada ilk 4 dərs keçəcəyik və ondan sonra keçir ProSafe sisteminə və ProSafe sistemini qurtardıqdan sonra dərsən qayıdacaq Yokoqavaya və ProSafe ilə əlaqələnməsini keçəcəyik və axırda çalışacağıq bir proyekt var. Su təmizləmə proyekti olacaq və onun içində bir neçə dərs stansiya olacaq. Yokoqavadan ümumiyyətlə tanış olmaq üçün özünüz də oxuya bilərsiniz. Kifayət qədər manuallar var. Amma yenə də biz özümüz oxuyub tərcümə eləmişik. Tərcümələri də bizim saytdan ya da ki YouTube kanalımızdan yazıb direkt yazıb biz maildən forward edəcəyik. Bu tərcümə olmuş variantı, özünüz də tapa bilərsiniz. Sadəcə bunu biz hər bir manualdan götürüb cəmləmişik. Adətən bu məlumatlar sizə kifayət edir ki, siz artıq sistemin maintenance ya da troubleshoot edə bilərsiniz. Yokoqava paylamış idarəli sistemidir. Azərbaycan dilində adı PIS gedir. İngilis dilində bilirsiniz, distributed control sistemidir. Və ProSafe isə energy shutdown sistemidir. Nədənsə tərcümə direkt qəza əleyhinə müalicə sistemi kimi tərcümə edib, amma rus dilində də elə gedir. Защита против аварийная защита gedir rus dilində. Biraz məntiqli çıxır. Azərbaycan dili tərcümə. Tarixçəsidir. İstəsəz oxuyarsınız, istəsəz yox. Əsas elementlərdəki sistem arxitekturasında bunlardır. Human Interface Station burada operatorun qabağında həmən bildiyimiz kabel sistemi yanır. Engineering Station'da siz artıq mühəndislik əməliyyatlarını edə bilərsiniz. Dəyərləri dəyişdirmək, əlavə model əlavə etmək, məsəl üçün offline düşmüş kontrol yolu yenidən məlumatı yükləmək. Sync-də eyni şey ProSafe üçündür. Field Control Station'da bizim idarə etmə panellərimiz, modullarımız yığılan şkafdır. Belə deyəcəyim. Və Safety Control Station, SCS, o da ProSafe aiddir. APCS, Advanced Control Station, daha çox texnologiyalara aiddir. Yəni siz də istifadə edə bilərsiniz və Yokoqavanın yeni feature var, belə bir şey var. Olardır ki, gələcəkdə prosesin aktivlanlaşdırılmasını avtomatik edəcəklər. Bilməlidir. Yokoqava əslində bu üstündə işləyir və çox güman ki, süni intellekt verməyəcək. Elə güman edirəm. Gələcəkdə görərik bunlar. Bunlar əsas stansiyalardan, hansı ki, mütləq bilməlisiniz. Sonra arxitekturanın tərkib hissələrinin biri VNet IP-dir. Ethernet üzərindən əlaqədir və köhnə protokoldursa, köhnə şəbəkə kartdırsa, orada siz kamera qoşanda da, analog kamerada, yaxud da elə köhnə antenalarda görmüşsünüz, DNC kadr istifadə olunur. Səhv etməmsə, o protokolun adı Use-Based Trade belə bir adı var. Bir də bir söz deyim, uşaqlar, deməli, indiki DCS sistemlərin qurulması, eyni cürdə PLC sistemlərin qurulması daha çox IT yönümlüyə çəkir, yəni OT dillədir, Operation Technologies. Buna görə mütləq ki, şəbəkə, yəni birinci dərsdə dediyim kimi, şəbəkəni öyrənəsiniz və kompüterlər, serverlərini öyrənəsiniz. Historical server nətər işləyir, sonra disklərin qoşulmasını, RAID masivlərin qoşulmasını, bunların hamısını öyrənəsiniz. Və switchlərin layer 1 və layer 2 üzrə, layer 3 səviyyəsində sazlanmasını, yəni routing istifadə edirsiniz, isə lazım olacaq. Amma gördüyüm odur ki, çox müəssisələrdə routing istifadə olunur, ona görə layer 2 switchlər tam olaraq kifayət edəcək. Artıq layer 3'ə qalxanda o OT-dən keçir IT-yə və biz buna deyirik network segmentation, yəni şəbəkənin ayrılmasıdır. Burada maraqlı məqamlar
Bu stansiyanın özüdür. Tam olaraq ərizə özüdür. Hansı şəbəkə üzərindən qoşulur. Artıq fikir versək, bir ara danışdığım kimi Özəmət Babaqdalı Özəmət şəbəkəsi hansı bizə icazə verir ki, IT şəbəkəsinə keçmək. UDCS özünün stansiyasıdır. Məsələn, görərdim ki, bu vərəqi çap edib, gedəsiniz birbaşa, əgər sizdə yoxluq hava varsa, olmayanı, yoxdursa, yenə də kommentlər yazarsınız, biz çalışarıq onlayn, yəni belə bir dərs hazırlayaq, hansında ki, biz özümüz şifraflaşacağıq və orada yoxluq havanı özümüzdən göstərəcəyik. İki kontroller istifadə olunur yoxluq havada, biri aktivli, biri də pasif hot standby deyirlər buna, dayanıb gözləyir. Yəni aktivi seçmək üçün burada CTRL kontrol verəcək, işığı yanır, bu aktiv kontrolürdür sizə. O birisində yandırsa, deməli, o pasif modda gözləyir və eyni cür qida bloklarda. Biri aktivli, biri pasifli, yəni redundant moddadır. Bu isə artıq analog diskret girişlərin qoşulması üçündür. Yerli sistemin eynidir. Domen haqqında yazmışıq. Domenlərin içindən kompüter qoşulur. İçindən kompüter, içindən stansiya qoşa bilərsiniz. Bunların hamısını oxuyarsınız. Və arxitekturaya baxa-baxa oxuya bilərsiniz. Yenə qeyd etdiyim kimi daha yaxşı olardı ki, stansiyanın özündə ki, sizdə drawinglər varsa, həm şəbəkə drawingləri açıb baxarsınız stansiyalar nə tər qoşulur, necə qoşulur, hansı protokolla qoşulur, hansı kabellərlə qoşulur. Şəbəkə modulları və şəbəkə qoşulması köhnə sistemlərdə USB bus deyirlər, indi də istifadə olunur və təzə sistemlərdə isə field network'tür və network input-output sistemlərdir. Əsasən optik və yaxın məsafədədirsə Ethernet kabelinin üzərindən gelir qoşulmalar. Yəni bu manualda hər birinin açıqlanması var. Yenə də dediyim kimi sizə canlı olaraq onu görmək lazımdır. Onu da ki, yazarsınız bizə, biz əgər kimsə görmürsə onu və yaxud da onun ərazisində yoxdur, yaxud da belə görmək istəyir, yaxından çəkərik, yəni video paylaşım edərik. Deməli, analog girişlərdən və analog çıxışlardan ya diskretdən danışanda bir şey yadda saxlayın. Əgər bir modul 1 ilə başlayırsa, rəqəmi 1 isə, bu girişdir. Əgər 5-dən başlayırsa, bu çıxışdır. Eyni cür diskretlərdir. Yəni 1 ilə başlayırsa, bizdə orada B hərfi var, A-nın yerinə. Buradakı A-nın yerinə. Amma yadda saxlayın bir şey ki, 1 ilə başlayırsa bu girişdir, 5 ilə başlayırsa çıxışdır. 8-dən başlayırsa, bu deməli həm girişdir, həm çıxışdır. Bir də məsəl üçün görə bilərsiniz ki, başlayın birindən və qurtarır birindən, bunlar impuls modullardır. Onu da yadda saxlayın, yəni modul ya qabağınıza çıxsa hardasa, yanında manual olmasa, bunu yazmışıq burada, sadəcə yadda saxlayın ki, 1 ilə başlayırsa girişdir, 5 ilə başlayırsa çıxışdır. Bir də heç hərfi varsa tutaranda, bir deməkdir ki, hard protokolunu dəstəkləyir. 8 var, görürsünüz 8, həm giriş, həm çıxış. Yəni, arxitektura barəsində bu qədər oxuya bilərsiniz, bu açıq olacaq, açıq şəkildə yerləşdirəcək bunu, həm taskbar saytında, həm də bizə yaza bilərsiniz, biz sizə bu yola birbaşa göndərəcəyik bu sənədi. Yon dediyim kimi, yaxşı olardı ki, birbaşa modulun qabağına yaxınlaşıb, orada baxa-baxa, yəni bu sənədə oxuyatın, baxasın. Evet, dostlar, funksional bloklardan danışaq. Funksional bloklar bizdə, biz artıq istifadə eləmişik bundan, yadımızda TV yazanda, NV yazanda, bu sadə funksional blokdur, məsəl üçün bir klapanı idarə etmək üçün.
əsas parametrlər giriş siqnalıdır, proses dəyişəni deyə verilmə və çıxış envi siqnalıdır və alarm siqnalları var. Əsas statuslardakı bu table'da var, PV-də oxuya bilərsiniz. Modu biz artıq istifadə eləmişik, PV-də istifadə eləmişik, envini də istifadə eləmişik. Set point-ı istifadə eləməmişik. Set point-dan bağlı da pik haqqında da dərsimiz olacaq. Elə silindan sonra keçəcək onu. Orada da izah edəcəm. Əsas bizdə istifadə olunan blokun biri budur. Bir də ki, regulator blokları var. Bu artıq bildiyimiz pik kontrolörlərdə istifadə olunan regulator bloklardır. Hansı ki, bir məsələn, prosesdə müəyyən parametri saxlamaq üçün istifadə edilir. Kalkulator bloklarından da dərsimiz olacaq. Kalkulator blokları iki hansısa dəyişənin bir-birinin üstə gəlməsi ya vurulması nəticəsində alınan envini hesablayır bizə. Məsəl üçün, kaskada envinlərində də istifadə oluna bilər. Yaxud da proporsional klapanlar eşitmişsə bəlkə, onlarda da istifadə oluna bilər. Bu barədə dərsimiz olacaq. Bu qədər, funksional bloklardan da bu qədər. Yəni, burada hər bir mətni oxuyanda görərsiniz artıq bununla tanışsınız. Yəni, biz proqramlarda bunlardan istifadə eləmişik. Command switchlərdən istifadə etmişik. Global switchlərdən istifadə eləmişik, amma command switchləri oxşar. Mesajlardan istifadə eləməmişik. Operator mesajlarına baxacağıq növbəti dərslərimizdə. Belə dostlar. Və giriş-çıxış modulları haqqında danışanda, giriş-çıxış modulları haqqında da burada yazmışıq. Ya, burada birinci dərsdə biz artıqla belə bir adlar veririk. Diskret çıxışlar üçün biz analog çıxışlara istifadə eləməmişik. Girişlər istifadə eləməmişik, onları istifadə edəcəyik dərslərimizdə. Amma burada hər bir şeyi yazmışıq, hər bir şeyi tərcümə eləmişik. Məsəl üçün, belə bir tag nömrə yazanda bu nəyi bildirir? Nodun nömrəsidir, slot nömrəsidir, signatur nömrəsidir və terminal nömrəsidir. Terminal nömrəsi də bizdə deməli, baxın, burada input output modul slot yazmışam, orada da slotun nömrəsi var idi, siz nömrədə açdıq. Terminal nömrəsi isə terminal şəkil bilməyəcək. Bəli, terminal da özü budur, dostlar. Burada fəxsəkçi yazılırsa 5 terminal nömrəsi bilindir sənətdə. Yazılırsa məsəl üçün 5 tüzgərəsiz 5-ci kontaktın içinə gəlmişsiniz. Dostlar, bu qədər bu dərsimiz. Sənədləri yükləyərsiniz, oxuyarsınız. Lazım gələrsə biz bir dənə də video dərs edərik. Hansında ki, birbaşa onlayn, birbaşa modul işrafını özünü açacağım və orada işlər vəziyyətdə sigirtlər var göstərəcəm, nə də işləyir. Və növbəti dərsimiz olacaq sili dərsindən. Keçən dərslərimizə də aid olaraq özünüz fikirləşib nəsə yaza bilərsiniz. Artıq sizin belə bir bazanız var və yenə də kimdə yoxluğa və yoxdursa bizim Taskclass saytına qoşulub oradan praktiki dərslər edəcəksiniz. Çox sağ olun, təşəkkür edirəm.